studiyamızda məşğulluğa dəstək layihəsinin rəhbəri Fəqan Əsgərovla bu məsələni müzakirə edəcəyik. O studiyamızın qonağıdır. Xoş gəlmişsiniz Fəqan müəllim studiyamıza. Elə ilk əvvəl ondan başlayaq ki, süjeti izlədik, yəqin ki, siz də izlədiniz. Əvvəlcə bu pilot layihənin əhəmiyyətindən istəyərdik danışasınız. Təşəkkür edirəm. Bizdə bu pilotun əsas məqsədi layihə çərçivəsində aktivlərlə təmin olunmuş benefisiarların yeni bir mərhələyə köçürməsi, yəni fərdi bizneslardan kiçik biznes mərhələsinə keçməsidir və bu addımla, yəni əlavə işçi götürərək həmən benefisiarlarda işə götürən təfəkkürünü yaratmaqdır. Yəni bir müddət işsiz olan insanlar bir il ərzində yəni fəaliyyətlərə başlayırsa və bunlar inkişaf etmə potensialı varsa, biz onlara, yəni süjetdə qeyd elədiyi kimi 3 ay ərzində əlavə işçinin 100%lik olaraq əmək haqqını və digər ödənişləri, növbəti 3 ay ərzində 50%. Və biz ümid edirik ki, yəni bu bir təkan olaraq insanlara bizneslərinin inkişaf etdirməsinə bir köməkli olacaqdır. Hansı meyarlarla seçiləcək həmin bu dəstək göstəriləcək sahibkar? Əsasən bizdə əsas belə deyək məqamlar fəaliyyətdə olmasıdır, vaxtında vergilərin ödəməsidir və eyni zamanda inkişaf potensialına olan deməli qiymətləndirilməsidir və ən əsas məqamlardan biri ondandır ki, bu həmin o fərdi sahibkarlar özləri həmin o inkişafa olan meyillərini olsunlar və biz onlara bu şəkildə dəstəkləri göstərə bilərik. Yəni bu proqramın digər məşğulluq proqramlarından fərqi odur ki, həmin o dəstək göstərilən şəxsin əlavə bir işçilər götürülməsi məhz dövlət tərəfindən 3 ay ərzində. 6 ay ərzində, bəli, 3 ay ərzində 100%, növbəti 6 ay ərzində 50% və sonradan yəni bu fərdi sahibkar özü qərar verməlidir və biz çox əmin belə ümid edirik ki, yəni növbəti mərhələlərdə bu insanlar həmən o işə götürdüyü şəxsləri də davamlı olaraq işlə təmin edə biləcəklər. Ümumiyyətlə, bəs proses necə gedir? Yəni layihənin icrası zamanı daha çox kimlərə üstünlük verilir? Proses necə davam edir? Ümumiyyətlə... Yəni, hər kəs müraciət edə bilməz, deyil mi? İşçilər hansı meyarlara görə seçilir? Əsasən layihəyə müraciət edən şəxslər, yəni hamı müraciət edə bilər, amma meyar olaraq ki, qəbul olmaq, bu işsiz şəxs olmaqdır. İşsiz şəxs olaraq bunlar bəlli bir prosedurlardan keçəndən sonra layihəyə cəlb olunur, orada peşə təlimləri, biznes təlimləri keçəndən sonra onlara aktiv verilir və bir il müddətində bunların həmən o benefisiarlara müşahidə və mentor səfərləri gedir və biz onlara biznesin düzgün qurulmasını, idarə edilməsini dəstəkləyirik və köməklik göstəririk. Və bundan sonra biz belə bir identifikasiya edirik ki, məsəl üçün, bəlli bir benefisiarlar ki, inkişaf potensialları yüksəkdir. Onlarla digər istiqamətlərdə davam edirik işlərimizi. Bilavasitə bu həmən o pilot olaraq həssas cəhətdən insanlar iş təmin olunmasıdır. Eyni zamanda bizim həvəsləndirmə mükafatları kimi bir layihəmiz var. İnsanlar inkişaf etdikləri, yəni potensialı yeni olanlar əlavə avadanlıqlar da təmin edirik ki, onlar bizneslərini genişləndirsinlər. Yəni bir neçə belə bir istiqamətlər var ki, hansından ki biz çalışırıq. Növbəti mərhələdə məsəl üçün şagirdlik kimi bir layihə var. İnsanlar gətirib orada deməli digər şəxsləri öz peşələrinə şagirdlik deyək. Bəli, öyrədirlər və sonradan həmən insanları biz ya həmən bizneslara ya digər istiqamətlərdə, yəni işlə təmin olunmasına bir yardım kimi bir mexanizm kimi. Hansı bizneslər daha çox üstünlük, yəni tələb var və yaxud da müraciət? Ən yüksək, belə deyək, bugünə olan rentabillikdirsə, nöqteyi nəzərindən və aktuallıqdan, gələcək perspektivi daha çox perspektivdən olanda, məsəl üçün, dərzi istiqamətidir, sonra konditor, belə deyək, qənnaz, sonra avtomobillərin deməli bərpası servisləridir. Sonra məsəl üçün qadın gözəllik salonlarıdır, kişi bərbər salonlarıdır. Hardasa ümumi istiqamətdə bir 10-12-yə yaxın lap belə deyək potensialı yüksək olan peşələrdir. Yəni istənilən halda bir səbir, dözüm nümayiş etdirməklə həmin o mərhələləri təsəvvür edir ki, yəni kifayət qədər bir vaxt da tələb eləyir, yəni həmin o benefisiarların
gələcəyə yönümlü bir sahibkar kimi yetişməsi üçün kifayət qədər resurslar da sərf olunur. Ümumiyyətlə, bu layihədə keçən şəxslərin bir sayında bir rəqəm varmı ki, artıq bu layihədən yararlanıblar və onlar artıq filan qədər işçi götürüblər? Maraqlı nümunələr varmı öz təsdiqini tapmış? Əlbəttə ki, yəni bugünə qədər biz hədəfimiz 22 min benefisiar idi, amma faktiki olaraq 25 mindən yüksək insana deməli aktivlə təmin edilmişik və hazırda onlardan 80%-dən yuxarı fəaliyyətdədir. Digərləri indi aktivlərin təzə verilməsi ilə bağlı və s. səbəblərlə hələ ki bizneslərini başlayır. Amma uğurlu əmsalı bizdə hardasa 80%-ə yaxındır. Və biz mütəmadi olaraq insanlarla görüşlər keçirdəndə həmən o uğurlu biznesləri yəni təqdim edirik. Onları təşviqat edir, nümunə kimi bəli göstəririk ki, yəni bu insanlar uzun müddətli belə deyək işsizlikdən sonra həmin o layihəyə cəlb olunandan sonra bilavasitə bunlar öz işlərini mənimsəyib və davam etdirmə imkanına malik olublar və digər insanlar da həmin şəkildə layihəyə cəlb edilməsinə belə deyək təbliğ edirik. Yəni bu 22 min kvota, yəni siz nəzərdə tutmuşsunuz 25 min. Yəni bu 3 min mane olmur ki, yəni onların yenidən həmin o təchizatlarla təmin olması. Xeyr, əslində layihə 20-25-ci iləcən nəzərdə tutulmuşdu və həmin o rəqəm 22 min ilkin rəqəm idi. Amma layihənin icrası zamanı, yəni biz bu hədəfləri çatana nəzərə alaraq layihənin davamını deməli nail olduq və növbəti fazada 30-cu ilə qədər, yəni 29-cu ilin sonuna qədər daha 30 min insanın layihəyə cəlb olunması. Yəni toplamda biz hardasa 55 mindən artıq insanın bu deməli üzvünü qurmaq imkanı əldə edəcək. Bəs bu müraciətlər arasında, məsələn, tutaq ki, qadınlara və yaxud da sosial cəhətdən hansı həssas qruplara müəyyən güzəştlər varmı? Bəli, var. Əsasən bizdə yəni həssaslıqdan danışanda biz əsasən deməli məşğulluq deməli mövqeyindən biz həssaslıqdan danışırıq da. Qadınlar, gənclər, məcburi köçkün, yəni keçmiş məcburi köçkünlər, bunlar bizim hədəf kateqoriyasına olan insanlardır və biz bu həmən kateqoriyalı insanlara daha önə çəkirik və yəni ümumi sayda hardasa məsəl üçün belə deyək, qadınlar bizim layihənin 40%-ni təşkil edirlər. Yəni onlara xüsusi belə deyək dəstək göstərilir. Eyni şəkildə keçmiş məcburi köçkünlərə də biz önəm veririk və növbəti fazada işğaldan azad olmuş ərazilərdə layihənin daha aktiv iştirakı nəzərdə tutulmuşdur. Fəqət müəllim, son olaraq bir məsələni də deyək ki, indi biz danışırıq məşğulluq proqramı falan bu kimi məsələ, amma insanlar bu sistemdən, proqramdan yararlanmaq üçün nə etməlidir? Sanki bir məlumatsız ola bilər, tamaşaçılarımız da ola bilər. Yəni, nə etməlidir? Bu günləri siz dediyiniz kateqoriyada olan şəxslərdir və hara müraciət etməlidir? Ümumiyyətlə, layihəyə müraciət etmək üçün Dövlət Məşğulluq Agentliyinin sistemi ilə dost mərkəzləri vasitəsilə müraciət etmək olar. Eyni zamanda onlayn olaraq müraciət etmək olar Dövlət Məşğulluq Agentliyinin saytı üzərində və prosedur çox asandır. Yəni müraciət edərək orada profiling sistemi üzərindən keçərək layihəyə qoşulmaq və iştirak etmək çox mümkündür. Yəni o müəyyən olunan kriteriyalar öz təsdiqini tapırsa, həmin o proqramdan bəli, onların çox belə deyək hissəsi onlayn olaraq hazırlanır. Yəni insan ora daxil olan sistemində yəni hər bəli, onlar hamısı deməli qeyd olunur və ondan sonra yəni fərdi məşğulluq proqramı hazırlanandan sonra layihədə iştirak etmək mümkün olur. Bəli. Təşəkkür edirik Fəqət müəllim, studiyamıza gəlib. Bu maraqlı layihədə sizə uğurlar arzulayırıq. Sizə həqiqətən hər hansı bir sahibkar əgər öz fəaliyyətində, yəni fiziki məhdudiyyətli insanın gücünə, bacarığına güvənirsə, onun inanırsa ona, bu artıq mənəvi dəyər sayılır. Çox sağ olun, təşəkkür edirik. Studiyamıza gəldiniz, suallarımızı cavablandırdınız. Sağ olun.